Salam hörmətli izləyicilər. Bugün də sizlərə sidik axarının sidik ləyəninə giriş yeri dediyimiz UPJ darlıqlar haqqında məlumat verəcəm. Ümumiyyətlə ureterlər mulaj üstündə göstərim. 2 dənə ureterimiz var. 2 böyrəkdən, hər iki böyrəkdən 2 sidik axarı vasitəsilə əmələ gələn sidik hissəsinə toplanır və oradan sidik kanalı vasitəsilə xaric olur. Həmin bu sidik axarlarının böyrəyin sidik ləyəninə giriş hissələrində darlıqlar görülür zaman-zaman. Bunların görülmə sıxlığı nədir? Daha çox biz bunu uşaq yaşlarda rast gəlirik. Yəni hər doğulan 1500 uşaqdan birində UPJ darlıq dediyimiz uretropelvik junction, yəni uretropelvik birləşmə yeri, yəni sidik axarının sidik ləyəninə birləşmə yerinin darlığını görürük. Və bu darlıqlar nə kimi problemlərə yol aça bilər və nə cür hiss olunur? Onlardan mən məlumat verim. Bu uretropelvik birləşmə yeri, yəni sidik axarının sidik ləyəninə birləşmə yerinin darlıqları hansı problemlərə yol açar, hansı əlamətləri var və hansı fəsadlara yol aça bilərsə, mən onlardan sizə məlumat vermək istəyirəm qısa olaraq. Ümumiyyətlə, anadan gəlmə olduğu üçün bu problemlər bəzən də daha çox anadan gəlmə, amma bəzi manipulyasiyalara bağlı olaraq da əmələ gələ bilir. Amma bayaq qeyd elədiyim kimi, hər 1500 doğulan uşaqdan birində bu uretropelvik birləşmə yerində darlıqlar rast gəlinir. Bu anadan gəlmə olduğu üçün problem xəstələrdə elə bir şikayətlər, xüsusi bir şikayətlər verməz, ağrı və s. yaratmaz. Sadəcə böyrək ləyənində sidik durğunluğuna səbəb olduğu üçün böyrəyin içərisində piyelonefrit atakalarının əmələ gəlməsinə səbəb ola bilər, sidik yolu infeksiyalarına səbəb ola bilər və bununla bağlı olaraq həkimə müraciətlər zamanı olunan ultrason müayinəsində xəstənin böyrəyində hidronefroz dediyimiz genişlənmə rast gəlinir ilk olaraq. O hidronefrozu gördüyümüz zaman biz daha irəli müayinə metodlarına əl atırıq. Kompüter tomoqrafiyalar və intravenoz piyelografiya dediyimiz İVF analiz belə radioloji görüntülərinə əl atırıq. Və bunların nəticəsində də biz həmin o darlığı ortaya qoya bilirik, diaqnoz qoya bilirik. Əgər o darlıq ortaya qoyulubsa, mütləq şəkildə onun müalicəsi lazımdır. Bu xəstəliyin müalicəsində kəskin olaraq dərman müalicəsinin yeri yoxdur. Tamamilə cərrahi müdaxilə vasitəsilə biz onu düzəldirik. Həmin hissənin əməliyyatı pieloplastik əməliyyatı gedir və biz onu icra eləmiş oluruq və bununla da böyrəyin boşalmasını, tamamilə rahat şəkildə sidiyi boşaltmasını təmin eləmiş oluruq. Əks halda, əgər ora müdaxilə olunmazsa, böyrək rahat boşala bilmir, sidik böyrəyin içərisində qalır, göllənir və nəticədə xroniki infeksiyaların yaranmasına səbəb olur. Zaman-zaman böyrəklərdə atakalar əmələ gətirir, infeksiyon atakalar, piyelonefrit atakaları və nəticədə də funksiyasının pozulmasına gətirib çıxarda bilir. Ona görə də vaxtı zamanında böyrəklərin ultrason müayinəsindən uşaqların keçirilməsində fayda var. Xüsusən də əgər uşaqlarda, uşaq yaşlarında keçməyən və ya 6 ay ərzində bir neçə dəfə sidik yolu infeksiyaları keçirdirlərsə uşaqlar, mütləq şəkildə bunların ultrason müayinəsindən, yəni uroloji ultrason müayinəsindən keçməsi şərtdir. Çünki əgər biz orada hidronefroz dediyimiz böyrəkdəki genişlənməni aşkar edərsək, bu zaman irəli müayinə metodları ilə onun hansı səbəbdən yarandığını, bir darlıq səbəbindənmi, daş səbəbindənmi və ya uretrovezikal, daha doğrusu vezikouretral refluksların nəticəsində yarandığını ortaya qoyuruq və bunları müalicə eləmiş oluruq. Və mənim sizə tövsiyəm, belə hallar baş verərsə mütləq həkim uroloqa müraciət edin və problem ortaya qoyulsun və mütləq şəkildə onun cərrahi müalicəsi aparılsın. Təşəkkür edirəm.